Birincisi ben onu deyim ki, dünən Münxendə keçirilən toplantıda İlham Əliyev bir daha Azərbaycanda demokratiya olmamasını sübut edən bir fikir işlətdi və müstəqil mətbuata müsahibə ver deyən jurnalistə dünyada müstəqil mətbuat yoxdur cavabını verdi. Cənab Prezident, müstəqil mətbuatın suallarına da cavab verə bilərsiniz, yoxsa yox? Mətbuat yoxdur dünyada. Bəlkə onda siz cavab verəsiniz. Jurnalistlərin işinə kobud müdaxilə edib İlham Əliyevə sual verdik. Qısa da olsa cavab verdi. Və İlham Əliyev bununla da Azərbaycanda mətbuatın olmadığını, mətbuatın sıxışdırıldığını və məqsədli şəkildə məhv edildiyini ortaya qoymuş oldu. Bu da Azərbaycan xalqı üçün və dünya üçün bir mesaj oldu. İkinci bir məsələ, İlham Əliyev beynəlxalq təşkilatlar haqqında da eyni fikirləri söylüyor ki, indi hal-hazırda beynəlxalq təşkilatlar yoxdur. Beynəlxalq təşkilatların verdiyi qərarlar həyata keçirilmir. Bununla da İlham Əliyev Azərbaycanın milyonlarla pulun bu beynəlxalq təşkilatlara üzvlük haqqı kimi ödənilən pulların, Azərbaycan xalqının cibindən gedən pulların havaya yerə getdiyini ortaya qoymuş olur. Və görəsən bu beynəlxalq təşkilatlar əgər Azərbaycan xalqının pulla maliyyələşirsə, yəni onlara üzvlük haqqı ödənilirsə, niyə İlham Əliyev o təşkilatlardan ürək edib, risk edib çıxmır? Çox maraqlı məsələdir. Başqa bir məsələ, mən burada dəyərli Emil bəyə və dəyərli Hüseyin bəyə çox-çox təşəkkür edirəm. Gözəl məruzələr elədilər, gözəl çıxışlar elədilər. Mən də onlara istəyirəm toxunum. Deməli, dəyərli həmvətənlər, dəyərli millət vəkilləri, dəyərli başqan və dəyərli bizi izləyənlər, biz bugün burada təkcə siyasi mövqe bildirmək üçün yox, həqiqəti demək üçün toplaşmışıq. Həqiqət isə budur ki, Azərbaycan illərdir eyni siyasi dairənin əlindədir və nəticə olaraq xalq davamlı şəkildə uduzan tərəf olub. 30 ildən çox daha doğrusu hakimiyyət təcrübəsi olan bir rəhbərlik üçün ən vacib sual budur. Bu illər ərzində xalq nə qazandı? Bəli, yollar çəkildi, binalar tikildi, amma xalqın real refahı artdı mı? Gənclər ölkəni tərk etmədimi? Sosial ədalət bərpa olundu mu? Bugün Azərbaycanın əsas problemi təkcə iqtisadi deyil, problem idarə etmə fəlsəfəsindədir. Bu hakimiyyətin fəaliyyətinin nəticəsi nə olub? Siyasi institutların zəifləməsi, parlamentin formal quruma çevrilməsi, müstəqil medianın sıradan çıxarılması, cəmiyyətin qorxu mühitində saxlanılması ki, İlham Əliyev bunların hamısında zaman-zaman dilinə gətirir və incə də xatırlatdım bunu ki, müstəqil mətbuat yoxdur deyil dünyada. Bu ölkədə hər dəfə strateji qərar verilibsə, nəticədə xalq risk daşıyır. Qazanan isə dar bir siyasi çevrə olub. Xatırlayın, beynəlxalq platformalarda baş verən ironik məqamları. Məsələn, keçən dəfə ABŞ-da keçirilən tədbirdə, sülh məsələsi tədbirində Donald Trump açıq şəkildə soruşmuşdu ki, neçə ildir prezidentsə. Yəni, bu onu göstərir ki, İlham Əliyev təzyiq altındadır. Beynəlxalq təşkilatlardan başqa həm də dünya dövlətlərin təzyiqi altındadır. Təkcə ona görə ki, İlham Əliyev 22 ildir prezidentdir, prezidentlər isə 22 il olmurlar, qısa bir müddət olurlar, ya bir dəfə, ya 2 dəfə, ya ölkənin qanunlarına, konstitusiyasına uyğun olaraq 7 il, 5 il, 4 il və s. Azərbaycanda isə deyəsən bunu 7 ilə qaldırıblar və bundan hətta xalqın heç xəbəri də yoxdur. Çünki konstitusiya saxta referendumla qəbul olunub. Eləliklə də bütün qərarlar saxta seçkilərlə, güya ki, dünya arası seçkilərlə həyata keçirir. Həmin görüşdə deməli, başqa bir görüşdə Vels Əliyeva xanım barədə danışarkən Bakıda onun siyasi vəzifəsini işarə edərək diqqət çəkən ifadə işlətmişdir. Deyir ki, deyəsən sizin xanımınız birinci vitse-prezident və mən ümid edirəm ki, bu mənim xanımım üçün də prezident olmayacaq. Yəni, o da məndən bunu tələb eləməyəcək. Bu da onu göstərir ki, yəni, hakimiyyətin elədiyi səhvlər dünya dövlətləri tərəfindən diqqət mərkəzindədir və Azərbaycan üçün baskı mənbələrə çevrilir. Yəni, 22 illik prezidentlik dövrü və xanımın prezident təyin olunması və övladlarının bu şəkildə xarici tədbirlərə qatılması və oğlunun vəzifəyə hazırlanması. O demək ki, dünya artıq Azərbaycan hakimiyyətinin strukturlarına və siyasi modelinə tənqidi baxır, dəyərli dostlar. Biz isə özümüzə sual verməliyik.
30 ildən çox eyni siyasi model ölkəni hansı nöqtəyə gətirib çıxardı? Əgər iqtisadiyyat güclüdürsə, niyə minlərlə ailə xaricdə işləməyə məcburdur? Və bax, bizim burada oturan millət vəkillərinin əksəriyyəti xaricdədirlər və xaricdə ölkədən qaçmağa məcbur oldular. Əgər sistem effektivdirsə, niyə sosial ədalət problemi qalır? Əgər siyasi sabitlik varsa, niyə cəmiyyət bu qədər parçalanır? Hər böhran dövründə xalq səbr edib, hər çətinlikdə xalq dözüb, hər güləşdə xalq geri çəkilib. Amma hakimiyyət heç vaxt məsuliyyət daşımaq mövqeyində olmuyor. Bugün əsas məsələ təkcə tənqid deyil. Əsas məsələ dəyişən dünyada Azərbaycanın gələcəyidir. Çünki dünya dəyişir, regional güc balansı dəyişir, enerji balansları dəyişir, geosiyasi xəritə dəyişir. Amma bizim siyasi model dəyişmir. Dəyişməyən sistem isə zamanla zəifləyir. Azərbaycanın potensialı böyükdür. Azərbaycan xalqı istedadlıdır. Azərbaycan gələcəyi enerjilidir. Lakin bu potensialın qarşısında əsas maneə siyasi monopoliyadır və bu siyasi hakimiyyətdir. Biz dövlətçiliyin zəifləməsini istəmirik. Əksinə biz dövlətçiliyin güclənməsini istəyirik. Dövlətimiz güclü olmalıdır. Amma dövlət gücü ilə hakimiyyət gücü eyni anlayış deyil, dəyərli izləyicilərimiz, dəyərli millət vəkillərimiz. Güclü dövlət, güclü institutlar deməkdir, müstəqil məhkəmə deməkdir, azad parlament deməkdir, şəffaf iqtisadiyyat deməkdir, rəqabətli siyasi mühit deməkdir. Əks halda ölkə idarə olunmur, idarə etmə şəxsiləşir. Bugün Azərbaycan xalqı bir həqiqəti görməlidir. Daim uduzan tərəf olmaq taleyimiz deyil. Hər strateji riskin yükünü daşımaq bizim payımız olmamalıdır. Hakimiyyət isə anlamalıdır ki, zaman dəyişir və siyasi legitimlik yalnız formal seçkilərlə yox, real ictimai etimadla ölçülür. Biz nə qarşıdurma istəyirik, nə xaos. Biz məsuliyyətli siyasi transformasiya istəyirik. Biz elə bir Azərbaycan istəyirik ki, beynəlxalq xalq platformalarında ironik suallar yox, hörmət dolu dialoq olsun. Biz elə bir Azərbaycan istəyirik ki, ailə modeli yox, institusional model əsası olsun. Biz elə bir Azərbaycan istəyirik ki, xalqa rifahı statistika yox, real həyat səviyyəsi ilə ölçülsün. Və ən əsası, biz elə bir Azərbaycan istəyirik ki, xalq heç vaxt ucuzan tərəf olmasın. Əziz millət vəkilləri və əziz xalqımız, tarix göstərir ki, dəyişməyən sistemlər ya tədricən islahat yolu ilə transformasiya olunur, ya da zaman onları sərt şəkildə dəyişir. Biz birinci yolla getmək istəyirik. Biz dinc, hüquqi, arzucul və intellektual dəyişiklik istəyirik. Çünki Azərbaycan xalqı qorxulu gələcək yox, layiqli gələcəyə haqq edir. Və bu gələcək yalnız bir şərtlə mümkündür. Azərbaycan xalqının iradəsini hakimiyyət eşitməlidir, siyasi monopoliyadan imtina etməlidir və real islahatlara başlamalıdır. Əks halda tarix qərar verəcək və tarix həmişə xalqın tərəfində olur. Azərbaycan xalqı uduzan yox, qalib xalqdır. Və qalib xalq gec-tez öz siyasi tarihini özü müəyyən edəcək. Mən bütün bunları deməklə, dəyərli dostlar, bir mesaj vermək istəyirəm Azərbaycan hakimiyyətinə. Parlamentimiz adından, təbii ki, parlamentarlarımız mənə dəstəkləyirlərsə, Azərbaycan hakimiyyəti nəhayət papağını qavanı qoyub düşünməlidir ki, bu şəkildə ölkə idarə olunmaz. Və bu şəkildə idarə edən hakimiyyətlərin həmişə başı qapaz altında olur. Və həmişə xalqın maraqlarını başqa maraqlara qurban verməli olur. Və xalqın maraqlarını başqa maraqlara qurban verməmək üçün Azərbaycan hakimiyyəti ayılmalı, oyanmalı, yenə deyirəm, papağını qavanı qoyub düşünməlidir və xalqla birgə hərəkət etməyə başlamalıdır.